Kur'an-ı Kerim'de bir ayə var. Keçən ildə yadımda da o ayə ətrafında danışmışdıq. Buyurur: Ya eyyuhellezina amenuttaqullah və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, təqvalı olun və doğrularla bir yerdə olun, sadiqlərlə olun. Bəzən deyirlər ki, buna diqqət eləyin, xahiş edirəm bu Məhərrəm günlərində buna işarə eləmək istəyirəm ki, bunu başa düşək biz. Deyirlər ki, yaxşı olar ki, bir adam adamın əlindən tutsun, bu yolu aparsın. Mən bugün sizə tam məsuliyyətlə deyirəm ki, bu yaxşı olar yox. İnsanın Allaha doğru getmək gücü yoxdur. İnsan mütləqdir, mütləq, qeydsiz, şərtsizdir ki, bir güclü adam onun əlindən tutub aparmalıdır. Başqa yolu yoxdur bunun. İnsan tək başına bu yolu gedə bilməsi yollardan biri də budur ki, hansısa bir fəzilətli insana bağlanasan. Yəni Allaha doğru gedən bir, belə deyək də, qatardır, onun o vaqonlarının özünün öz başına gücü yoxdur ki, onu mühərrik aparır da, ona qoşulursansa gedirsən, ona qoşulmayandan sonra sən o yolu qət eləyə bilməzsən. Mümkün deyil. Kunu ma'as-sadiqin budur. Yəni sən hərəkət edirsənsə ancaq və ancaq böyük adamın, Allahın göndərdiyinin, Allahın vəlisinin əlindən tutmalısan ki, onun surəti kifayətdir ancaq səni aparmağa. Yoxsa sən tək başına bu yolu qət eləyə bilməzsən. Ona görə təvəssül bəyənilən bir iş deyil. Təvəssül kimin vasitəsiylənsə birinə bağlanıb getmək bu yolun zərurətidir. Bunsuz mümkün deyil. Adamın namaz Allaha çatdırmaz tək başına. Oruc adama Allaha çatdırmaz. Namaz, oruc, ibadətlər bir şərtlə Allaha çatdırar ki, qoşulasan sürətlə gedənə. Sürətlə gedənə qoşulasan. Onlar sənin üçün ola bilər bir yanacaq hökmündə olsun. Amma mühərrik lazımdır. Mühərrik lazımdır. Mühərrik də həmin o Allahın vəlisidir. Allahın övliyalarıdır. Və bunların içində İmam Hüseyin əleyhissalamın yolu daha sürətlidir. Övliyalar hamısı deyib ki, bunun vasitəsilə gəlin bizə tərəf. Sonra da Allaha tərəf. Ya Aba Abdullah, inni yetəqərrabu ilallah və ilə rasulihi və ilə amiril müminin və ilə Fatimə və iləl Hasən və iləykə bimuvalatikə. İmam Hüseynə deyir ki, sənin vasitənlə biz yaxınlaşırıq Allaha, Peyğəmbərə, Əliyə, Fatiməyə, Həsənə və sənin özüvə. Yəni bu bir mexanizmdir ki, mütləq bu qapıdan getməlisən, mütləq. Mütləq bu qapıdan getməlisən. Burada bir sual qalır ki, birdən bəs hadisələr yaxşı cərəyan eləyərdi. İmam Hüseynin Kərbəlası baş verməzdi. Onda necə? Onun cavabı əsaslıdır. Başqa bir cavabı var ki, insanı ya vilayət düzəni Allaha tərəf aparır. Vilayət düzəni. Yəni, məsumun iqtidarı. Ya bu aparır. Bu olmayanda Kərbəla olmasaydı artıq dayanmalıydı bəşəriyyət. Başa düşürsünüz nə qədər mövzu önəmlidir. Düzən olsaydı heç, düzənin gücü var insan aparsın. Düzənin gücü var. Hər halda fikir verin, tək başına mümkün deyil. Tək başına mümkün deyil. Ya düzəni aparmalıdır, düzən alınmayanda düzənə alternativ bir hadisə baş verməlidir ki, sənin həmin o güc olmasa da ona oxşar bir güclə sən aparsın. Mən fikrimi çatdıra bilirəm ya yox. Çox vaxt almaq istəmirəm, izah eləmək istəmirəm, amma bu çox önəmli nöqtədir ki, biz Kərbəlaya bir belə bəyənilən bir əməl kimi baxmayaq. Bunu qənimət bilək ki, budur bizi aparan, bundan başqa bir şey yoxdur. Yoxdur başqa. Nə qədər axtarsan yoxdur. Bütün yol gedib, məqsədə tərəf hərəkət eləyən insanların hansından istəsə soruşun, mümkündür İmam Hüseynsiz? Cavab mənfidir, bir mənalı. Mümkün deyil. Mümkün deyil. Sadəcə buna şərən vacib deməyiblər ki, burada şəriəti gətirib deyəsən ki, şərən vacibdir gedib ona sinə vurmaq. Bu dəyərdən düşər. Burada hər şey könüllülüklədir. Amma vacibdən də vacibdir əslində. Bir alim deyirdi ki, Hüseyin əzadarlığı və Hüseyin ziyarəti elə bir müstəhəbdir ki, 100 dənə vacib onun içindədir. Bu vacibdir, zatən vacibdir, şəri vacib deyil. Yoxsa ki, buna başqa bir yol yoxdur insanın Allaha doğru getməsində.